Aprelin 24-də Yeni Azərbaycan Partiyası və Modern İnkişaf və Ailə İctimai Birliyinin birgə təşkilatçılığı ilə Azərbaycanın görkəmli alimi, əməkdar elm xadimi, akademik Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 103-cü il dönümünə həsr olunmuş Nur Saçan Ömür, mənəvi dəyərlərin təcəssümü mövzusunda tədbir keçirilib. Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Sonra əsl məhəbbət haqqında sənədli film nümayiş olunub. Bir qız gözümə sataşdı, sonra tanış olduq. Belə çox ürəyimə girdi. Çıxış edən YAP sədrinin müavini, mərkəzi aparatın rəhbəri Tahir Budaqov qeyd edib ki, anadan olmasının 103-cü il dönümünü böyük hörmət və ehtiramla qeyd etdiyimiz Zərifə xanım Əliyeva istər peşəkar həkim mütəxəssis, istər dəyərli elm xadimi, istərsə də vəfalı ömürgün yoldaşı və qayğıkeş ana kimi Azərbaycan tarixində silinməz izlər buraxmış, yüksək mənəvi keyfiyyətləri və humanizm prinsiplərinə əsaslanan səmərəli ictimai fəaliyyəti ilə parlaq nümunə yaratmışdı. Onun zəngin elmi irsi Azərbaycanın tibb elmi tarixində müstəsna yer tutur. Ölkəmizdə traxomanın xəstəliyi kimi aradan qaldırılması məhz Zərifə xanım Əliyevanın adı ilə bağlıdır. Görkəmli alim dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi tədqiqat laboratoriyası yaratmış və yeni bir istiqamətin, peşə oftalmologiyasının əsasını qoymuşdu. Oftalmologiyanın aktual problemlərinə həsr edilmiş çoxsaylı tədqiqatların müəllifi olan Zərifə Əliyeva səmərəli pedaqoji fəaliyyəti ilə peşəkar mütəxəssislərin hazırlanmasına da mühüm töhfə vermişdi. Tahir Budaqov bildirib ki, Zərifə xanımın nəsillərə örnək həyat yolunun daha bir şərəfli səhifəsi milli mənəviyyatımıza xas ailə dəyərlərini layiqincə yaşatmasıdır. Zərifə xanım Əliyeva ümumilli lider Heydər Əliyevlə ailə məsuliyyətini bölüşərək cənab İlham Əliyev kimi tarixi şəxsiyyət yetişdirmişdi. Prezident, Yeni Azərbaycan Partiyasının sədri, Müzəffər Ali Başkomandan İlham Əliyev Azərbaycanın dünəni, bugünü və gələcəyini müəyyən edən Heydər Əliyev yoluna sadiqlik nümayiş etdirərək vətənə sədaqət andını əzm və ləyaqətlə yerinə yetirməklə xalqımıza misilsiz nailiyyətlər qazandırmış və şanlı zəfərə imza atmışdı. Tədbirdə çıxış edən YAP İdarə Heyətinin üzvü Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Rəşad Mahmudov bildirib ki, Zərifə Əliyeva yalnız bir alim, həkim və müəllim kimi yox, həm də ailəsi, çevrəsi və ölkəsi üçün dəyərli bir insan olaraq qəlblərdə əbədi iz buraxmışdı. Bir ana olaraq Zərifə xanımın verdiyi tərbiyə və həyat dərsləri çox dəyərli və əvəzsizdir. Onun övladlarına verdiyi əxlaqi dəyərlər, onları yalnız öz sahələrində müvəffəqiyyətli insanlar etməklə qalmamış, həm də vətənlərinə xidmət etməyə həvəsləndirmişdi. Zərifə xanımın bu tərbiyəsi nəticəsində Prezident İlham Əliyev kimi bir lider yetişmişdi. Bir alim olaraq isə Zərifə xanım oftalmologiya sahəsindəki misilsiz nailiyyətləri ilə yalnız Azərbaycanda deyil, dünyada da çox böyük hörmət qazanmışdı. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Elmi Məlumat və Təşkilati Metodik Bölməsinin müdiri, Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədr müavini Yazgül Abdiyeva çıxışında bildirib ki, Zərifə xanım Əliyeva insanlara nur bəxş edən, xeyirxahlığı həyat amalına çevirən nadir şəxsiyyətlərdən idi. O, oftalmologiyanın aktual problemlərinə dair mühüm tədqiqatlar aparıb. Kimya və elektron sənayesində çalışan insanlarda rast gəlinən peşəkar göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsi istiqamətində dəyərli elmi nəticələr əldə edib. Akademik Zərifə Əliyeva bir çox monoqrafiyanın, dərslik və dərs vəsaitlərinin, 150-yə yaxın elmi işin, bir ixtiranın və 12 səmərələşdirici təklifin müəllifidir. Onun əsərləri bugün də aktuallığını qoruyur. Çıxış edən Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, Modern İnkişaf və Ailə İctimai Birliyinin sədri Zərifə Quliyeva bildirib ki, Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər
Azərbaycan tibb elminin parlaq səhifəsidir. Böyük və səmərəli elmi fəaliyyətin nəticəsidir ki, Zərifə xanım keçmiş SSR məkanında oftalmologiya sahəsində ən nüfuzlu Averbach adına mükafata layiq görülən ilk Azərbaycanlı akademikdir. Bugün onun adını daşıyan Milli Oftalmologiya Mərkəzi uğurla fəaliyyət göstərir və görkəmli alimin elmi irsi layiqincə davam etdirilir. Tədbir çərçivəsində uzun illər partiya sıralarında səmərəli fəaliyyət göstərən və ölkənin ictimai-siyasi həyatında fəal mövqeyi ilə seçilən Bilman Məhərrəmoğlu Vəliyev 75 illik yubiley münasibəti ilə təbrik edilib və ona xatirə hədiyyəsi təqdim olunub. Göstərilən diqqətə görə minnətdarlığını ifadə edən Bilman Vəliyev, ümumilli lider Heydər Əliyevin əbədi yaşar ideyalarının, Prezident İlham Əliyevin məqsədyönlü siyasətinin və Yeni Azərbaycan Partiyasının uğurlu fəaliyyətinin Azərbaycana möhtəşəm nailiyyətlər qazandırdığını, ölkəmizin tərəqqi və zəfər zirvəsinə yüksələrək keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyduğunu vurğulayıb. Tədbirin rəsmi hissəsi Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə başa çatıb. Sonra konsert proqramı təqdim olunub.